Avtomobildə kameranın olmamasının cəriməsinə keçməzdən əvvəl ilk növbədə kameranın avtomobil və yol hərəkəti qaydaları üçün, yol hərəkəti təhlükəsi üçün nə qədər vacib olduğunu izah etməyə çalışaq. Təsəvvür edin ki, avtomobil idarə edərkən hansısa bir şəxs tanımadığınız özünü avtomobilin qabağına atır və sizdən hansısa maddi maraq güdmək üçün bu hərəkətə yol verir və siz günahsızsınız. Bu halda sizin günahsızlığınız sübut eləyəcək ya ətrafda müşahidə kamerasının olması və yaxud da hadisənin şahidlərin olmasıdır. Və təsəvvür edin ki, nə müşahidə kamerası var ətrafda və yaxud da varsa da görüntülər qeydə alınmıyor və yaxud da şahid yoxdur. Və bu vəziyyətdə sizə qarşı irəli sürülən ittihamın qarşısına necə alacaqsınız və özünüzü necə müdafiə edəcəksiniz? Bu zaman sizin köməyinizə avtomobildə quraşdırılmış həmin o video müşahidə kamerası gəlir və həmin kameranın vasitəsilə siz özünüzü asanlıqla müdafiə etmiş olursunuz və günahsız olduğunuz sübuta yetirilir. Bundan əlavə bilin ki, Azərbaycan qanunvericiliyi çox təəssüf ki, kameranın quraşdırılıb-quraşdırılmamasına görə hər hansı bir maddə və yaxud inzibati xəta nəzərdə tutulmamışdır və bunun cəzası yoxdur. Buna görə də heç kim sizi cərimələyə bilməz. Bu yalnız sizin özünüzün və ətrafdakı insanların təhlükəsizliyi üçün görülən bir tədbirdir. Bunu mən demirəm, bunu qanun deyir.